Salam əziz izləyicilər, bugün sizə növbəti test sualımızın izahını verməyə çalışacağım. Keçək sualımıza. Sualımızın şərti belədir. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Üstəgəl aiddir, çıx aid deyil. Cədvəlimizdə isə xüsusiyyətlər və fiziki coğrafi vilayətlər verilib. Kiçik Qafqaz, Böyük Qafqaz, Orta Araz. Birinci sıramızda xüsusiyyət olaraq yüksək dağlıqda antropogen yaşıl suxurlar yayılmışdır. Yüksək dağda antropogen yaşıl suxur dedikdə Qarabağ vulkanik ailəsi ağlımıza gələcək. O Kiçik Qafqazda yerləşir. Bəli, ona aiddir. Böyük Qafqazda yoxdur, Orta Arazda yoxdur. Deməli, bu sıramız uyğun sıradır. Biri götürdük. Keçdik ikinci sıramıza. Nival buzdaq relyef formaları yayılmışdır. Nival buzdaq relyef formaları burada verilən fiziki coğrafi vilayətlərin hamısında yayılıb. Kiçik Qafqaza isə aid deyil kimi verib. Deməli, bu sıramız uyğun sıra deyil. Keçdik üçüncüyə. Ərazisində bütün iqlim tiplərinə rast gəlir. Yəni, həm yarım səhra, quru çöl, mülayim isti, soyuq və dağ tundra hamısı olsun. Orta Arazda bildiyimiz kimi mülayim isti iqlim tipi yoxdur, amma ona aiddir kimi verilib bütün iqlim tipləri. Deməli, bu sıramızda uyğun sıra deyil. 3'ü götürməyəcək. Keçdik dördüncüyə. Polimetal filizi ehtiyatlarına rast gəlinir. Polimetal filizi Kiçik Qafqazda Ağdərədə, Böyük Qafqazda Balakən, Zaqatalada, Orta Arazda isə Şərq rayonunda yayılıb. Amma Böyük Qafqaza aid deyil kimi verildiyinə görə demək bu sıramızda uyğun olmayan sıradır. Davam eləsək 5-ci sıramızda subnival və nival landşaftları yayılmışdır. Nival landşaftı Kiçik Qafqazda yoxdur. Ona da aid deyil kimi verilir. Bəli, bu isə doğru. Böyük Qafqazda subnival nival var. Orta Arazda da subnival var. İkisi də yəni var. 5 də deməli uyğun sıramız olacaq. 6-cıya gəldikdə isə ərazisində paleozoy yaşıl suxurlar rast gəlinir. Paleozoy yaşıl suxurlar həm Orta Arazda var, həm də Kiçik Qafqazda var, aiddir kimi verilir. Böyük Qafqazda isə mezozoy və kaynozoy yaşıl suxurlar var. Deməli, bu sıramızda bizdə uyğun sıra kimi götürəcək. Doğru cavabımız olacaq 1, 5, 6 C variantı.